Nəhayət ki, buraxılış imtahanına son 30 gün qalıb. Bəli, sən bilmirsən nə qarasan bu 30 gündə. Ümumilikdə bəlkə heç hazırlaşmayıbsan, bilmirsən nə edəsən və bu videoya həqiqətən düz gəlibsən. Və bu qısa və ən vacib müddətdə maksimum nəticəni əldə etmək istəyirsənsə, bu videonu sonuna qədər izləməlisən. Hər kəs salam, mən Mir Hüseyn. Sizə bu 30 gündə maksimum nəticəni necə əldə etmək olar və bu 30 gündə necə planlı şəkildə hazırlaşmalıyıq, nə işləməliyik, necə işləməliyik, qrammatika və s. və ilə axır bunlar haqqında məlumat verəcəm. Ümumiyyətlə, düzgün plan necə qurulmalıdır ki, yüksək nəticə əldə olunsun, bütün proqram qurtarılsın və bunu sizə izah edəcəm. Baxın, bu qısa müddət ərzində sizə nə etməli olduğunuzu deyəcəm. İlk öncə onu deyim ki, yeni mövzu öyrənməli deyilsiniz. Artıq yeni mövzuya ehtiyac yoxdur. Kitab dəyişməyə ehtiyac yoxdur. Yaxşımı? Stresslənmək, həyəcanlanmaq, bunlar sizə kömək olmayacaq. Nə qaramalısınız? Qrammatikanı təkrarlamalısınız. Ümumiyyətlə, ingilis dilində sözlər varsa, onları təkrarlamalısınız. Sinonimlər, antonimlər və s. və ilə axır. Düzdürmü? Qrammatikanı təkrarlamalısınız. Mən sizə ümumilikdə bir plan deyim. Ona uyğun öz planınızı qurun, yaxşımı? Mən ümumilikdə deyəcəm. Bax, birinci həftə qrammatika və test işləyə bilərsiniz, sınaqlar, yəni testləri işləyə bilərsiniz. Qrammatikanı qurtardıqdan sonra, bitirdikdən sonra 2-3-cü həftə, yəni bir ayda 4 həftə var, 30 gündə 4 həftə var və bu 4 həftə ərzində də siz çalışmalısınız. Bir həftə qrammatika sınaq, ikinci, 3-cü həftə isə yalnız və yalnız sınaq işləyəcəksiniz və sınağı analiz edəcəksiniz. Bax, bu önəmlidir. Bizə sınaq işləmək, bax, sınaq işləmək o demək deyil ki, sən sınaq işləyibsən, sən o sınaq işləmək, sınağı bitirmək demək deyil. Yəni, sizə bir anlayış verim sizə. Sınağı işləyirsən, sənin səhvlərin çıxır və o səhvlər üstündə işləyəndə olur, səndə nə olur? İnkişaf olur. Baxın, 2-ci və 3-cü həftə isə yalnız və yalnız sınaq və onun analizi. Analiz nə olduğunu mən sizə deyəcəm. 4-cü həftə isə qalan testlərinizi yaza bilərsiniz və ümumilikdə bir təkrar edə bilərsiniz. Bu qədər. İndi görürsünüz, çox asan görsəndir elə bil. Amma indi bunu biraz da açaq. Bax, qrammatika dedim, düzdürmü? Azərbaycan dilinin, ingilis dilinin, riyaziyyat, bunların hamısının qaydalarını öyrənirsiniz. Onların testlərini başlayırsınız işləməyə və analiz demişdim, düzdürmü? Bax, analiz nə deməkdir? Bax, ən önəmlisi budur. Yəni, fərqi yoxdur. Siz blok imtahanına da hazırlaşırsınız, buraxılış imtahanına da hazırlaşırsınız. Bu analiz sizə vacibdir. Bax, analiz nə deməkdir? Bax, analiz bir sınağı yazırsınız. Sınaqda neçə dənə, məsələn, 30 dənə sual olur deyək. Məsəl üçün, 30 sual olur. 30 sualdan 20-sini yazın, 20-si düz, 10 dənə səhv. Bax, sınağı işləmək o demək deyil ki, səndə bir inkişaf oldu. Xeyr. O səhvləri əgər analiz eləsən, niyə səhv etdiyini bilsən, o zaman səndə nə olur? İnkişaf olur. Baxın, bu çox ciddi məsələdir həqiqətən. Yəni, sınaq işləyirsə, uşaqlar var, çox sınaq işləyir. Bu sınaq düzdür də, yəni. Düzdür. Biz səhvə baxmalıyıq, səhvə. Bazılarım, siz sınaq işləyirsiniz, çoxlu. Düzdürmü? Oradakı səhvləri əgər qayıdıb baxmasanız, sizdə inkişaf olmayacaq. 30 dənə testdir, 10 dənə səhvin çıxdı. Bu səhvləri analiz elə. Birinci sualı mən səhv yazmışam. Niyə yazmışam? Niyə də? Mən niyə yazdım bunu? Məni çaşdırdı mı, tələyə saldı mı? Nə oldu da? Bu səhvi niyə yazdım mən? Bax, bunu analiz eləməliyik. Məsələn, səhv çıxdı, həqiqətən mən bunu bilmirmişəm, hər hansı bir diqqətsizlik eləmişəm. O şey bildin ki, məsələn, ismin qeyri-müəyyən təsirli halında, məsəl üçün, diqqətsizlik eləyibsən. Bunu bildin, nə qarasan, bir dəfə qrammatikasını oxuyassan, bir dənə, 2 dənə onun açasan dimin toplusundan təsirliyi tapasan, məsələn, təsirlidən 1-2 dənə test işləyəcəksən, o möhkəmləndi. Da ondan səhv yazmayasın. Artıq ondan səhv yazmayacaqsan. O testi səhv yazmayasın. Gündə çox test yazın. Çoxu ardıcıl. Deyin ki, məsələn, günə mən 5 dənə sınaq yazacağam və yaxud 3 dənə sınaq yazacağam. Onu həmişə yazın, yaxşımı? Hər gün o sınağı yazın. Dünən nərici anlatmışam. Mənə yazıb ki, yazıblar ki, oxumağı buraxmışam. Oxumağı buraxmışam nədir? 30 gün qalıb. 30 gündə nə oxudun, odur. Nə təkrarladın, odur. Bitdi, yəni bu, nəyi buraxıbsınız? Nə eləmək istəyirsiniz siz? 30 gün qalıb. 30 gündən sonra sizə deməyəcəklər, get riyaziyyat oxu. Riyaziyyatdan nifrət edirsən, Azərbaycan dildən nifrət edirsən. Məsələn, hər hansı bir mədə bezibsən də oxumaq istəmirsən. Onsuz da bir aydan sonra sənə heç kim deməyəcək ki, əsas fəndlər deyilsə, heç kim sənə deməyəcək ki, get riyaziyyat oxu. Get Azərbaycan dilini oxu. Sənə heç kim deməyəcək. Müvəffəqiyyəti olaraq sən onu oxuyursan. Buraxılış bir dəfədir, düzdür. Buraxılış imtahanına girirsən, bitdi get, yəni o fəndə onsuz da atmayırsan da üzün. 30 gün
çalış, vuruş. Yəni özü hətta sıx da, yəni denən ki, hə, istəməsəm də oxuyacağam. Yəni beyin səni idarə eləməsin, sən beyni idarə elə. Başa düşdün? Gir onun nəticəni yığacaqsan. Həqiqətən deyirəm. Baxın uşaqlar. Zada bir yazmışdı ki, bəs oxumaq dayandırmışam, 30 gün qalıb, 1 ay qalıb, onsuz da az qalıb. Oxumaq istəmirəm də. Baxın əzizlərim, əsas elə bu 30 gündür. İnandırım siz 30 gündür. Yəni bu 1 ay içində nə təşkillər yazdınız, nə sınaqlar yazdınız, həqiqətən çox. Sizin nəticənizə ən çox elə 1 ay təsir eləyəcək. Ən çox. Axıra qədər əziyyət çəkənlər nəticəsini əldə eləyəcək. Bax bunu yadda saxlayın. Axıra qədər oxuyanlar nəticəsini əldə eləyəcək. İndidən dayananlar, təslim olanlar sizdən az yığacaq. Həqiqətən deyirəm. Baxın 1 ay içində həqiqətən nəticənizi çox ala bilərsiniz. Həqiqətən deyirəm bunu. Yazıb ki, mən dayandırmışam. Nə dayandırmaq? Heç vaxt onu eləməyin. Bax, həqiqət istəmirsiniz də, yəni bezibsiz də oxumaqdan deyək. Da çoxdan oxuyursunuz. Deyir, bezibsiz. Bax, bu 30 günü oxuyun, imtahana gedin, ondan sonra o fəndə onsuz da oxumayacaqsınız. Sadəcə 30 gündür. Yaxşımı? Beyni sizə idarə eləməsin, siz beyni idarə eləyin və özünüzə məcbur eləyin. 30 gündən sonra sizə deməyəcəklər xarici dil aç, ingilis dilini aç və yaxud Azərbaycan dili, riyaziyyat, əsas fəndsə heç, yəni deməyəcəklər də sizə. Bu fəndləri oxuyun deməyəcəklər. Buraxılış da bitdi. Azərbaycan da mətn yazmayasınız da. Baxın, əsas bilirsiniz nədir? Bax, ingilis dilində sinonimlər, antonimlər, bax bunları təkrarlayın. Sonra yəqin qayda dəftəriniz var, orada qeydlər var. Adətən müəllimlər bu qeydləri verirlər. Məsələn, ipucular da olar və s. və ilə axır. Bax, bunları nağarını təkrarlayın. Əsasən də 4-cü həftədə. Bir də motivasiyalı olun. İmtahana 30 gün qalıb. Maksimum oxumaq, maksimum təkrar, maksimum sınaqlar. Yaxşımı? Bax, bunların hamısını eləyin, yüksək nəticə yığacaqsınız inşallah. Bir də soruşurlar, canda da soruşurlar, qobunu cavab verim. Deyirlər ki, blok fəndlərin bəs necə eləyə dayandıraq? Blok fəndlərin 20-25 gün qalmış. Əgər normalsınızsa, həmin fəndlərdə dayandıra bilərsiniz. Bir müddət dayandırın, buraxılışa fokuslanın, buraxılışdan sonra maksimum ona fokuslanarsınız inşallah. Bir də bu imtahanı çox da gözünüzdə böyütməyin. Sadəcə mən bunları deyirəm ki, daha yüksək nəticə əldə edin. Yəni bu imtahandan qorxmaq lazım deyil, həyəcanlanmaq lazım deyil, heç nə. Yaxşımı? Bilirəm, həyəcan hamıda olur, bütün abituriyentlər olur. Amma bu keçici bir şeydir. İmtahanda inansınız, o sual kitabçasını önünüzə qoyanda o bütün həyəcan gedəcək onsuz da. Ancaq fokuslanacaqsınız suallara. Bunu bildirim ki, sizin dəstəkləriniz sayəsində mən də motivasiya oluram və videoları çoxaldıram, çox çəkirəm. Bilirsiniz ki, bizim kanalımızda nə var? Ancaq dərsə aid, yəni education da, ancaq education, təhsil barəsində, düzdürmü? Abunə olmağı unutmayın. Mənim izləyicim bir qədər çoxdur. Lakin abunə olanların sayı azdır. Ümid edirəm sən mənim kanalıma abunə olacaqsan və bəyənəcəksən videomu. Çox sağ olun, indidən təşəkkür edirəm. İnşallah gələn videolarda görüşənədək.